Mən bir dənə şey bilirəm ki, Şahlar Quliyev əgər Azərbaycan teatrı tanıyırsa, Azərbaycan operasına dəyər verən, ən azı bir dəfə tamaşaya baxan adam tanıyırsa, o kifayət eləyir. Amma Novfər Şahlaroğlu, Novfər Şahlar Quliyevin oğlu kimi tanısalar da, tanımasalar da, lap mənim özüm kimi tanısalar da, cəmiyyətin çox böyük əksər hissəsi heç bilmir mənim atam kimdir. Amma mən bir dənə şey bilirəm ki, mən Şahlar Quliyevin oğluyam. Əsas mən onu bilirəm. O Əsgər Fərhadin filmində deyir, atası Halis Yemir dedi ki, o səni tanımıraq, əsas mən onu tanıyıram. Yəni ki, mən bir şey bilirəm ki, mən Şahlar Quliyevin oğluyam. Əsas odur ki, mən onu yadda saxlayıram və hər zamanda mən unutmuram ki, düzdür, çox səhvlər edirik, çox günahlarımız var, çox xətalarımız var. O qədər ki, çirkablar bura kimi, xirtdəyə kimi günahların içindəyik. Amma mən bir dənə şey həmişə yadımda saxlayıram ki, mən Şahlar Quliyevin oğluyam. Nə onun sənətinə, nə onun şəxsiyyətinə, mən heç vaxt ona çata bilmərəm. Yəni ona böyük bir yol lazımdır, o da mümkün deyil. Amma mən istəyərdim ki, insanlar məni Novfər kimi yox, elə Şahlar Quliyevin oğlu kimi tanısınlar. Çünki Novfər kimi aktyorlar çox olacaq Azərbaycanda. Bir 100 dənə də olacaq, bir 100 ildən sonra, 50 ildən sonra. Amma Şahlar Quliyev kimi ifaçı Azərbaycan teatrına 300 ildə bir dəfə gəliyə gəlməyək.